Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi 1 sentyabr 2010-cu il. Sentyabrın 1-də dünya Azərbaycanlılarının həyatında ən qürurverici və mötəbər günlərdən biri yaşandı. Soydaşlarımızın müqəddəs arzularının carçısına çevrilən üçrəngli bayrağımızın şərəfinə doğma Bakımızın ən hündür nöqtələrindən birində tikilən Dövlət Bayrağı Meydanının açılışı oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmək üçün Dövlət Bayrağı Meydanına gəldilər. Qaravul, düzlən, farağa! Sağdan qarşılamaq üçün. Qarala! Al! Cənab Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikası Dövlət Bayrağının qaldırılması münasibəti ilə fəxri qaral düzülüb. Qaral rəisi Mayor Səfərov. Hörmətli xanımlar və cənablar, əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Bugün ölkəmizdə çox əlamətdar və tarixi bir gündür. Bugün Bakıda Dövlət Bayrağı Meydanı açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Dövlət Bayrağı Meydanının açılışı həqiqətən tarixi və unudulmaz bir hadisədir. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. Meydanın üst hissəsinin sahəsi 3 hektara bərabərdir. Bütövlükdə ərazi isə 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri təsvir edilibdir. Azərbaycan dövlət gerbi, Azərbaycan dövlət himninin mətni, Azərbaycan xəritəsi, Azərbaycan dövlət bayrağı muzeyi də fəaliyyət göstərəcək. Meydanın ortasında isə Azərbaycan dövlət bayrağı ucaldılacaqdır. Bu bayraq dünyada ən böyük və ən uca bayraqdır. Bayrağın hündürlüyü 162 metrdir. Və bu bayraq şəhərimizin hər bir yerindən görsənəcəkdir. Məhz bu məqsədlə bu yer seçilmişdir. Bu yer abadlaşdı, bu ərazi abadlaşdı. Gələcəkdə burada böyük parklar salınacaq. İstirahət üçün gözəl şərait yaradılacaq. Dəniz kənarı bulvar salınacaq. Artıq bu işlər başlamışdır və gələcəkdə burada salınacaq bulvar Bakı bulvarı ilə birləşəcəkdir. Bayraq meydanının yaradılması üçün çox böyük işlər görülmüşdür. Böyük tikinti, quraşdırma, quruculuq işləri çox sevindirici haldır ki, bütün bu işlərin əksər hissəsini Azərbaycan mütəxəssisləri, fəhlələri görmüşlər. Bu onu göstərir ki, bizdə olan bu güclü potensial hər bir sahədə özünü büruzə verir. Bugün bizim imkanlarımız o qədər böyüyüb ki, istənilən məsələni biz həll edə bilərik. İstənilən memarlıq əsərini yarada bilərik. Meydanın yaradılması haqqında sərəncam mənim tərəfimdən
2007-ci ilin noyabrın 17-sində imzalanmışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən 2 il sonra 2009-cu ilin noyabrın 17-sində Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir. Bildiyiniz kimi Azərbaycan bayrağı, bizim üç renkli bayrağımız Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. 1918-ci ilin noyabrın 9-unda və məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın məhz noyabrın 17-sində imzalanmasının səbəbi də çox məntiqlidir və çox aydındır. Məhz noyabrın 17-sində 1990-cı ildə ilk dəfə olaraq Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanın Ali Sovetinin sesiyasında Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi və eyni zamanda o vaxtki Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cumhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırırdı. Və ölkəmizdə gedən proseslər bu proseslərə güclü təkan vermişdir. O illər bizim hamımızın yadımızdadır. O Azərbaycanın inkişafı üçün, gələcəyi üçün həlledici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda ölkədə gedən proseslər çox mənfi istiqamətdə gedirdi. Ölkədə anarxiya, xərcməclik hökm sürürdü. Ölkənin gələcək inkişaf perspektivləri qeyri-müəyyən idi. Və Azərbaycan əslində öz dövlət müstəqilliyini itirə bilərdi. Azərbaycan xalqının tələbi ilə, Azərbaycan xalqının müdrikliyi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunması nəticəsində Azərbaycanda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlamışdır. Bu inkişaf dövrünün nəticələrini bugün Azərbaycan vətəndaşları görür. 1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuşdur. Məhz o illərdə Azərbaycanda iqtisadi sabitlik yarandı, siyasi sabitlik yarandı, ölkə dünya birliyinə özünü təqdim edə bilmişdir. Biz beynəlxalq təşkilatlara üzv olduq. Azərbaycan bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanmağa başlamışdır. Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında münasibətləri qura bilmişdir. Ölkəmizə böyük həcmdə investisiyanın cəlb olunmasına nail ola bilmişdik və o proseslər bugün də Azərbaycanın inkişafını təmin edir və bundan sonra, 10 illiklər bundan sonra Azərbaycanın uğurlu inkişafını müəyyən edəcəkdir. O 10 il ərzində Azərbaycan çox böyük bir yol keçmişdir və demək olar ki, dövlətçilik əsasları tam şəkildə qurulmuşdur. Bugün isə Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf etməyə davam edir. Ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətlə inkişaf edir. Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş bizim uğurlarımızın əsas şərtidir. Bu möhkəm əsas üzərində biz iqtisadi islahatları aparırıq, siyasi islahatları aparırıq. Ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. Baxmayaraq ki, keçən il və bu il dünyada hökm sürən
iqtisadi və maliyyə böhran böyük iz qoymuşdur. Buna baxmayaraq Azərbaycan bu sınaqdan da şərəfli çıxa bilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir, bütün müəyyən edilmiş proqramlar icra olunur. Ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır, iqtisadi islahatlar davam etdirilir və bugün Azərbaycan inkişaf edən ölkədir. Azərbaycanda artıq iqtisadi sahədə keçid dövrü başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və bu məqsəd qarşımızda qoyulubdur və bu məqsədə biz çatacağıq. Azərbaycan beynəlxalq arenada özünə layiq yerini tuta bilmişdir. Bizim xarici tərəfdaşlarımızın, dostlarımızın sayı günü-gündən artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın. Ölkə daxilində bir də demək istəyirəm ki, bütün proseslər müsbət istiqamətdə inkişaf edir. Biz iqtisadi islahatları aparmaqla, sosial islahatları aparmaqla həm ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edirik. Eyni zamanda sosial məsələlərin həllində də böyük uğurlara nail ola bilmişik. Bugün Azərbaycan bir böyük bir tikinti meydançasıdır. Hər yerdə, hər bölgədə, hər şəhərdə tikinti, quruculuq işləri aparılır. Sosial obyektlər tikilir, infrastruktura obyektləri tikilir. Yəni bugün Azərbaycanda görülən işlər nəinki ölkəmizin yaxın gələcəyini müəyyən edəcək. 10 il, 20 il, 30 il bundan sonra bax, bugün yaradılan infrastruktura və həyata keçirdiyimiz layihələr özünü göstərəcək və Azərbaycan xalqına xidmət edəcəkdir. Bizim uğurlu enerji siyasətimiz Azərbaycanı dünya birliyi qarşısında etibarlı tərəfdaş kimi təqdim etməyə əsas yaratdı. Bugün bu siyasət ölkə daxilində gedən proseslərə çox müsbət təsir göstərir və biz demək olar ki, bütün qarşımızda duran bu sahədəki vəzifələri icra etmişik və gələcəkdə sadəcə olaraq əldə edilmiş nailiyyətlər əsasında yeni layihələrin həllinə çalışırıq və əminəm ki, bütün məqsədlərə çatacağıq. Biz iqtisadi cəhətdən özümüzü təmin edən ölkəyik. Biz heç bir xarici yardımdan asılı olmayan ölkəyik. Biz enerji təhlükəsizliyimizi təmin eləmişik. Ərzaq təhlükəsizliyimizi təmin edirik. Və belə olan halda Azərbaycanın gələcəyi haqqında yalnız bir fikir deyilə bilər. Azərbaycanın gələcəyi Azərbaycanın indiki vəziyyətindən daha da parlaq olacaq. Baxmayaraq ki, bugün nəinki postsovet məkanında, bölgədə və ümumiyyətcə ölkələr sırasında biz yüksək yerləri tuturuq. Və Azərbaycanda ildən ilə insanlar daha da yaxşı yaşamalıdır. Bu məqsədlə bütün sosial proqramlar icra olunur, vaxtaşırı maaşlar və pensiyalar artırılır və ölkə iqtisadiyyatını təmin etmək üçün bütün tədbirlər görülür. Bizim gözəl ölkəmiz var, gözəl təbiətimiz var. Ölkəmizin hər bir tərəfi gözəldir, hər bir tərəfi abadlaşır, gözəlləşir. Bizim təbii ehtiyatlarımız var və bu ehtiyatlar bizim gücümüzü daha da artırır. Artıq bizim böyük maddi imkanlarımız var. Biz nəinki xarici yardımdan asılı deyilik. Eyni zamanda lazım gələndə özümüz də yardım göstəririk. Bu da bizim siyasətimizin yeni istiqamətidir. Bir neçə ildən sonra Azərbaycan beynəlxalq donor ölkəsinə çevriləcəkdir. Və bu məqsədə çatmaq üçün artıq konkret tədbirlər planı hazırlanır. Elə məsələ yoxdur ki, iqtisadi və sosial sahədə bu məsələ Azərbaycanda həll olunmaz. Düzdür, bugün hələ həllini gözləyən məsələlər çoxdur. Ancaq əsas odur ki, biz bu məsələləri bilirik, onların həlli yollarını bilirik, bu məsələlərin həlli üçün icra mexanizmləri vardır, maliyyə resursları vardır və siyasi
iradə var. Yəni, bütün bu amillərin birləşməsi şəraitində istənilən məsələ öz həllini tapa bilər. Azərbaycanın gələcəyi haqqında biz hamımız düşünürük və düşünməliyik. Biz ölkəmizin təhlükəsizliyini təmin etməliyik. Ölkədə dinamik və sürətli inkişaf tempini saxlamalıyıq. Beynəlxalq aləmdə Azərbaycanın mövqeləri daha da möhkəmlənməlidir. Artıq regionda gedən proseslərdə Azərbaycan çox fəal rol oynayır. Bəzi hallarda həlledici rol oynayır. Bizim tərəfimizdən irəli sürülmüş siyasi və iqtisadi təşəbbüslər reallaşır və bu nəinki bizə, eyni zamanda bizimlə dostluq münasibətlərdə olanlara da xeyir gətirir. Yəni, biz bu istiqamətdə daha da fəal addımları atacağıq və beləliklə ölkəmizin inamlı və uğurlu gələcəyini təmin edəcəyik. Bütün bu vacib məsələlərlə bərabər bugün bu gözəl meydanda xüsusilə Azərbaycanın müstəqil siyasətini qeyd eləmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti ilə, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, 10 illiklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq. Azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 91-ci ildə verilmişdir. Və bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və çox güman ki, itirəcəkdik, əgər 93-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi. Bugün isə bizim müstəqilliyimiz artıq dönməzdir. Bizim müstəqilliyimiz əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüyaq çıxmışıq, şərəflə çıxmışıq. Gözəl, möhkəm ölkə yaratmışıq. O ölkə ki, burada bütün azadlıqlar var, təhlükəsizlik təmin edilir, sosial rifah təmin edilir, iqtisadi inkişaf templəri təmin edilir. O ölkə ki, burada yaşayan bütün xalqlar, bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, mehribanlıq, dostluq şəraitində yaşayırlar. O ölkə ki, burada milli dini dözümlülük yüksək səviyyədədir və bugün Azərbaycan bu məsələlərdə nümunə kimi göstərilir. Bu ölkəni biz yaratmışıq. Öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlarla qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında münasibətləri qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli ölkədir bugün Azərbaycan. Azərbaycan artıq böyük bir regional faktorudur, sabitlik faktorudur, təhlükəsizlik və inkişaf faktorudur. Bizim bütün təşəbbüslərimiz, bütün irəli sürdüyümüz layihələr səmərə verir, xeyir gətirir həm bizə, həm bizim tərəfdaşlara. O layihələri həyata keçirtmək üçün nəinki böyük maliyyə imkanları, güclü iradə lazımdır, cəsarət lazımdır və öz siyasətinə sədaqət lazımdır. Hər halda bugünə qədər ölkəmiz tərəfindən atılan bütün addımlar düzgün istiqamətdə atılmış addımlar olmuşdur. Biz bugün müstəqil ölkə kimi yaşayırıq və böyük qürur hissi ilə yaşayırıq. Biz fəxr edirik ki, biz Azərbaycan vətəndaşlarıyıq. Biz müstəqil siyasət aparırıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu böyük xoşbəxtlikdir, böyük sərvətdir. Bizdən əvvəl nəsillər gəlirdi, gedirdi, müstəqillik arzusu ilə yaşayırdı. Ancaq bu müstəqillik görmək bizə nəsib olubdur. Bu xoşbəxtlik bizə nəsib olubdur. Biz nəinki bu müstəqilliyi görürük. Biz bu müstəqilliyin möhkəmləndirilməsi üçün işlər görürük, fəaliyyət göstəririk, çalışırıq. Hər bir vətəndaş
tutduğu yerindən asılı olmayaraq öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməyi işlərimizlə, vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Və bugün Azərbaycan cəmiyyətində bu həmrəylik var, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu və biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar olsun, vətənpərvər olsun, vətənə sadiq olsun. Çünki Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik bütün dövrlərdə. Bir də demək istəyirəm ki, bugün atılan addımlar və irəli sürülən təşəbbüslər 10 illiklərdən sonra özünü göstərəcək. Biz gələcəyə baxmalıyıq, gələcəyə düşünməliyik. 20 il, 50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir? Hansı resurslar əsasında biz ölkəmizin uğurlu inkişafını təmin edəcəyik? Bu barədə biz düşünürük və bütün görülən işlər həm bugünkü problemlərin həllinə, eyni zamanda gələcəyə yönəldilibdir. Biz müstəqil xalqıq, azad xalqıq, özümüz öz siyasətimizi aparırıq və bundan böyük xoşbəxtlik ola bilməz. Bugün ölkəmizin həyatında bir də demək istəyirəm ki, tarixi bir hadisə baş verir, unudulmaz hadisə baş verir. Bu meydan unikal memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bugün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa bir neçə ildən sonra başqa yerdə də bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil. Məsələ ondadır ki, bu bayraq meydanının yaradılması Azərbaycanın gücünü göstərir. Azərbaycan xalqının öz dövlətinə sevgisini göstərir. Bizim öz dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bu möhtəşəm meydan, mən əminəm ki, bir neçə aydan sonra ki, burada bütün bu ətrafda tikinti, quraşdırma işləri tamamlanandan sonra bu meydan insanlarla dolu olacaqdır. Necə ki, bugün bizim parklarda, dəniz kənarı bulvarında minlərlə, 10 minlərlə insanlar hər gün gəzintiyə çıxırlar. Bax, bu meydanda insanlar yığışacaqlar. Bu bayraq altında, milli rəmzlər ətrafında. Burada gözəl, Bakıya möhtəşəm bir mənzərə açılır. Burada aşağıda gəzinti üçün gözəl yerlər var. Yəni, bu bayraq meydanı Bakının bir mədəniyyət mərkəzinə çevriləcəkdir. Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bizim bayrağımız bizim canımızdır, bizim ürəyimizdir. Bugün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra bizim milli dövlət bayrağımız bugün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlı Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına. Yaşasın Azərbaycan. Dövlət bayrağı gətirilsin.
həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. ...1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə müstəqil respublikanın dövlət atributları da təsis edildi və gənc respublikanın ilk qərarlarından biri dövlət bayrağı ilə bağlı oldu. Üç rəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edildi. Üç rəngli bayrağımız 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olundu. Tariximizin Sovet mərhələsində isə o, Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı ilə əvəz edildi. 1990-cı il noyabrın 17-sində Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üç rəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi və rəsmi olaraq Azərbaycan ərazisində ilk dəfə Naxçıvanda dalğalandı. Azərbaycanın devlet müstəqilliyini temsil eden Azərbaycanın bayrağı ve bayrağa münasibət, bayrağın müqəddəsliyi her bir çocukta, her bir yeniyetmede müqəddəs daxili hissiyat olmalıdır. Bayraq sadece bir elə bayraq değil. O bizim devletçiliğimizin, müstəqilliyimizin rəmzidir. Her bir evde gerek Azərbaycanın devletinin bayrağı olsun. Her bir evde ve her bir aile gerek Azərbaycan bayrağına itaat etsin. Bayrağımızın Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkura ətrafında sıx birləşməsinin mühüm amillərindən biri olduğunu nəzərə alan Prezident İlham Əliyev onun təbliğini də daim diqqətdə saxlayır. Bakıda dövlət bayrağı meydanının yaradılması ilə bağlı dövlət başçısının irəli sürdüyü ideya da ali məqsədlərdən, müqəddəs amallardan qaynaqlanır. Əsas diqqət ilk növbədə bu nəhəng layihənin reallaşması üçün paytaxtda ən münasib yerin seçilməsinə yönəldildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müzakirələr zamanı bir çox variantlar təklif edildi. Dövlət başçısı isə layihənin həyata keçirilməsi zamanı bir neçə mühüm məqamın üzərində xüsusilə dayandı. Dövlət bayrağı paytaxtın mərkəzində olmalı, ən hündür nöqtədə dalğalanmalı, şəhərin bütün yerlərindən, hətta Xəzər dənizindən Bakı buxtasına yan alan bütün gəmilərdən aydın görünməli idi. Nəhayət gərgin iş prosesindən və səmərəli müzakirələrdən sonra müvafiq layihə hazırlandı və bəyənildi. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-sində Bakıda dövlət bayrağı meydanının yaradılması haqqında imzaladığı sərəncam bayrağın dövlət rəmzləri sırasında xüsusi yerini və rolunu müəyyən etdi. Azərbaycan prezidentinin həyata keçirmək istədiyi bu ideyanı ən çox dəstəkləyən də elə Azərbaycan cəmiyyətinin özü oldu. 2007-ci il dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində paytaxtın Bayıl qəsəbəsində Bakının ən hündür nöqtələrindən birində dövlət bayrağı meydanının təməli qoyuldu. Azərbaycan tarixində ilk dəfə reallaşan bu layihə parametrlərinə və görülən işin miqyasına görə unikal mühəndis texniki qurğusudur. Dövlət bayrağı meydanının inşasının həm də ölkə əhəmiyyətli məsələ olması bu layihənin kəsb etdiyi əhəmiyyəti daha da artırır. Bu, həm də dövlət bayrağı meydanında görülən işlərin son dərəcə dəqiq və məsuliyyətlə həyata keçirilməsini şərtləndirir. Arxitektor və memarlarımızın cəlb olunduğu böyük heyət dünyada ilk dəfə məhz Azərbaycanda belə bir layihənin həyata keçirilməsi üçün inqilabi nailiyyətə imza edir.
Dövlət bayrağı meydanının tikintisinə 2008-ci ilin əvvəllərindən start verildi. Ərazidə aparılan inşaat işləri zamanı 1,5 milyon kubmetr torpaq işi görüldü. Bayraq dirəyinin pedestalının altında mürəkkəb mühəndis texniki konstruksiya quraşdırıldı. Bünövrənin qoyulmasında uzunluğu 12 metr olan 152 dirəkdən və dərinliyi 30 metr olan dəniz səviyyəsindən 7 metr aşağıda yerləşən 20 dirəkdən istifadə edildi. Üçrəngli bayrağın dalğalandığı dirəyin pedestalının divarının ərsəyə gəlməsində ölkənin əksər rayonlarından gətirilən 28 milyon ədəd çay daşından istifadə edildi. Beləliklə də bayrağın əhatəsində simvolik olaraq qala divarları təəssüratı yaradıldı. Dövlət bayrağının ucaldığı meydan 3 hissədən ibarətdir. Ümumi ərazisi 60 hektar olan meydanın üst yarusunda dövlət bayrağı ucalır və onun sahəsi 31.200 kvadrat metrdir. Prezident İlham Əliyev dövlət bayrağı meydanında aparılan tikinti-quraşdırma işlərinin gedişini hər zaman diqqət mərkəzində saxladı. Layihənin əhəmiyyətini nəzərə alan dövlət başçısı 2008-2010-cu illərdə dəfələrlə dövlət bayrağı meydanında oldu. İnşaat işlərinin yüksək keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini verdi. Prezident İlham Əliyevin layihənin yüksək keyfiyyətlə başa çatdırılmasına verdiyi önəmin nəticəsi idi ki, dövlət başçısı 26 oktyabr 2009-cu ildə və 3 avqust 2010-cu ildə dövlət bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi məqsədi ilə sərəncamlar imzaladı. Tikintinin ən mürəkkəb bölməsi dövlət bayrağının dirəyi ilə bağlı oldu. Bayraq dirəyinin layihəsini Amerika Birləşmiş Ştatlarının bu sahədə ixtisaslaşmış Trident Support şirkəti hazırladı. Kvadratçı qismində isə yerli Azenko şirkəti çıxış etdi. Bakının küləkli hava şəraiti bayraq dirəyinin hazırlanmasında və quraşdırılmasında daha dəqiq hesablamaların aparılmasını tələb edirdi. Amma layihələndirmə işlərinin mükəmməlliyi, Azərbaycan mütəxəssislərinin yüksək professionallığı və gərgin əməyi bu məsələnin də yüksək keyfiyyətlə həllinə imkan verdi. Layihənin digər mühüm hissələrindən biri, dirəyin quraşdırılmasında istifadə olunacaq kranın yığılması da mürəkkəb prosesdən keçdi. Azərbaycan hökumətinin sifarişi ilə Almaniyada hazırlanan və parametrlərinə görə regionda yeganə olan 188 metr hündürlükdə işləyən, yük qaldırma qabiliyyəti isə 600 ton olan kran dirəyin tam keyfiyyətlə quraşdırılmasında müstəsna rol oynadı. Nəhayət hündürlüyü 5 metr olan pedestalın üzərində çəkisi 300 ton olan dayağın ucaldılması prosesi uğurla başa çatdı. 15 seksiyadan ibarət olan bayraq dirəyinin pedestaldan hündürlüyü 162 metr, dəniz səviyyəsinə hündürlüyü isə 192 metrdir. Bayraq dirəyinin hündürlüyü artdıqca dirəyin diametri 1 metrədək azalır. Küləyin sürəti saniyədə 66 metr olanda belə dirəyin təhlükəsizliyi tam təmin olunur. Layihənin ən maraqlı bölmələrindən biri də dövlət bayrağının parametrləri ilə bağlıdır. Eni 35, uzunluğu 70 metr olan bayrağın çəkisi 350 kiloqramdır və 2450 kvadratmetr sahəni əhatə edir. Yaş halda çəkisi 2 dəfə artır. Xüsusi yumşaq materialdan hazırlanan bayraq təbii təsirlərə olduqca davamlıdır. Bu layihənin əhəmiyyətini Guinness Rekordlar Təşkilatı da öz qərarı ilə təsdiqləyib. 2010-cu il mayın 29-da Guinness Rekordlar Təşkilatı dünyanın ən hündür bayraq dirəyinin Azərbaycan paytaxtında olduğunu elan edib. Dövlət bayrağı meydanının əhəmiyyətini artıran digər mühüm amil bu monumental kompleksin dövlət rəmzlərini özündə birləşdirən məkana çevrilməsidir. Prezident İlham Əliyevin ideyasına uyğun olaraq hündürlüyü 5 metr olan pedestal Azərbaycan Respublikasının bayrağında əks olunan 8 güşəli ulduzu simvolizə edir. Bayrağın bünövrəsinin əhatəsində isə dövlət rəmzləri, himnin sözləri, gerb və xəritə yerləşdirilir. Azərbaycanda ilk dəfə sahəsi 100 kvadrat metr, 9-11 metr nisbətində çəkisi 16 ton olan, üzəri qızıl suyuna salınan nəhəng bürünc gerb hazırlanıb. 490 hərf və durğu işarələrindən ibarət olan himnin sözləri üzəri qızıl suyuna salınan 6,5 tonluq bürüncdən hazırlanıb. Xəritədə isə 74 inzibati ərazi adı əks olunub. Çəkisi 6,7 ton olan və bürünc lövhə üzərində həkk olunan xəritənin də üzəri qızılla işlənib.
Piyedestalı əhatələyən 8 gülşənin altında isə Dövlət Bayraq Muzeyi yaradılıb. Beləliklə, regionda analoqu olmayan daha bir layihə Azərbaycan dövlətinin səyləri hesabına reallığa çevrilib. Azərbaycan bayrağına dərin ehtiramı, milli dəyərlərə sadiqliyi ilə diqqət çəkən Prezident İlham Əliyev ölkəmizin və xalqımızın taleyi ilə bağlı olan bu mühüm missiyanı da uğurla başa vurdu. Prezident İlham Əliyevin dövlət atributlarının qorunmasına və təbliğinə olan həssas münasibəti daha bir mühüm hadisəni xalqımızın tarixinə yazdı. 2009-cu ildə Azərbaycanda Dövlət Bayrağı günü təsis edildi. Üçrəngli bayrağımızın ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul olunmasını nəzərə alan Prezident İlham Əliyev noyabrın 9-unu Azərbaycanda Dövlət Bayrağı günü elan etdi. Bu uğurlar xalqımızı daha böyük qələbələrə yaxınlaşdırır. Çünki bayraq bizim mübarizlik simvolumuzdur. Azərbaycan əskəri vətənin suverenliyini və ərazi bütövlüyünü qoruyarkən, bayrağımızı düşmənə təslim etməməklə bağlı ali missiyanı üzərinə götürərkən dövlət bayrağına and içir. Dövlət bayrağı mühüm beynəlxalq tədbirlərdə, mötəbər mərasimlərdə, ictimai-siyasi toplantılarda hər zaman öz mötəbər yerini qoruyub saxlayır. Üçrəngli bayrağımız müxtəlif mədəniyyət tədbirlərində və idman yarışlarında qaldırılaraq milli birliyimizi təcəssüm etdirir, bütün soydaşlarımızın qəlbini qürur hissi ilə doldurur. Kaldı hasret